Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakubas MMC-yə məxsus 149 nömrəli marşrut avtobusunda sürücü ilə sərnişin arasında mübahisə baş verib. Xəbər verilir ki, insident sürücünün avtobusdakı sıxlığı nəzərə alaraq sərnişinlərdən salonun arxa hissəsinə keçmələrini tələb etməsindən sonra yaranıb. Mübahisə zamanı tərəflər arasında söz atışması olub. Həm sürücü, həm də sərnişin bir-birinə qarşı etik çərçivədən kənar ifadələr işlədiblər. Azərbaycanın ən yaşlı sakini vəfat edib. Xəbər verilir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova dünən müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik.